Herkese salam, videoma xoş gəldiniz. Bugün sizlə mal dili bişirəcəyik. Bunu əvvəlcə, əslində mən də heç vaxt eləməmişəm, yəni dadmamışam. Əvvəlcə qazanın yarısına qədər su qoyacağıq, ondan sonra qoyacağıq bunu pişməyə. Geri qalan hissəsini də sizlə birlikdə edəcəyik. Bəli, indi bu suda 15 dəqiqə qalır. Biraz qaldıqdan, 15 dəqiqə qaldıqdan sonra da biz bunu qazana atırıq. Çox az xodda bunu bişiririk. Bəli, indi biz bunu burada qoyacağıq. İndi pişənə qədər biz bunu gözləyəcəyik. Bəli, indi biz mal dilinin daha yaxşı olmasına görə ona duz, istiot və dəfnə yaprağı əlavə edəcəyik. Ancaq biz bunları biraz pişəndən sonra edəcəyik. Bəli, biz indi birbaş soğanı 2 yerə böldük və biz indi bunu qazana əlavə edəcəyik. Bəli, artıq malın dili hazırdır. Biz indi sadəcə bunun üstündəki, baxın belə desəm, bu qabıq yerlərini sadəcə soyacağıq. Bəli, indi tavanı yaxşı qızdırdıqdan sonra yağ əlavə edirik. Yağı bu formada belə hər yerə sürtürük. Yağ biraz əridi, amma yəni bu boyda falan olmalıdır. Və yağ ərdikdən sonra mal dilini hissə-hissə tavanın içinə qoyuruq və pişməsini gözləyirik. Biraz yadına tutun. Və artıq yağ ərdikdən sonra biz mal ətini hissə-hissə tavanın içinə qoyuruq və mal ətinin qızarmasını gözləyirik. Bəli, biz indi malın dilini bu şəkildə qoyuruq və qızarmasını gözləyirik. Bəli, artıq bizim ətlərimiz hazırdır. Ümid edirəm sizdə də qəşəng qalınıb. İndən hazırlayanlara nuş olsun. Abunə olmayı unutmayın. Sağ olun.